Xüsusi sponsor Depavit D3 vitamini. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. ARB televiziyasında yenə də və yenidən full show ilə sizin qarşınızda. Həftənin 6-cı günüdür istirahət edənlər evdə. Gözünüz, qulağınız, diqqətiniz bizdə olsun. Çünki qarşıdakı bir saat ərzində yenə də bu pavilyonda möhtəşəm musiqilər və gözəl iki qonağım var. Bugün çox güləcəyimə mən əminəm. Bugün əhval-ruhiyyənin çox pozitiv olacağına əminəm. Bugün qəşəng-qəşəng açıqlamalar olacaq. Odur ki, hər zaman olduğu kimi yenə də gözünüz bizdə olsun. Qarşıdakı bir saat ərzində hörmətli tamaşaçılar və sizin icazənizlə mən bura dəvət etmək istəyirəm. Onlar həm dostdular, həm bir yerdə işləyirlər. Amma sahələri ayrıdır. Hərəsi öz sahəsinin önəmli adlarından biridir. Və bugün Full Show'da mənim qonaqlarım jurnalist, yazar, son zamanlar bəstəkar, sonra influencer, sonra kreativ beyin Pərviz Hüseyin və təbii ki, dünyada Azərbaycan musiqisi adı gələndə onun adı ən ön sıralardadır. Azərbaycan bayrağını hər zaman dünyanın ən böyük səhnələrində böyük qürurla dalğalandıran Nigar Camal və yenə də Pərviz Hüseyin. Pərvizlə eyni rəng geymişik. Axşamınız xeyir olsun dostlar. Xoş gəlmişsiniz. Necəsiniz? Yaxşı ki, yerə düşmədim, amma yaxşıyam. Düşmərsən. Hələ ki, düşmədim. Necəsiniz? Xoş gəlmişsiniz. Sağ olun, yaxşı, xeyirli olsun. Əyləşdilər. Sənin yeni sezonda sənə uğurlar arzulayıram. Çox sağ olun. Dostlar, necəsiniz? Yaxşıyıq, necə olacaq? Yaxşıyıq, dünən gözəl bir, dünən qabaq bizim gözəl duetimiz Bəli, oxuduq. duetimiz işığınızı görmədi. Duetlərin işığınızı görmədi. Deyin niyə? Çünki əslində mahnı var. Burada onları oxuya da bilərlər, amma deyirlər ki, yox, onu çox qollandırıb budaqlandırmayaq. Niyə bilmirəm onu. Müğənnilər sonra qorxar, sonra başlayacaqlar. Onsuz Səndən reperlər qorxmalıdır. Yox, durduğumuz yerdə onsuz da bizə sataşırlar. İndi bunu eləyəndən sonra lap başlayırlar əl-qol atmağa. Oturmuşuq da sakit. Hə, Nigar. Mən də düşünürəm eynisini, çünki son zamanlar kim gəldi və şimdi cavablarını verir, yəni nəsə deyirəm, yəni o qədər müğənni var, bilmirəm niyə son zamanlarda Nigar Camal. Səndən nə istəyirlər onlar? İnanırsınız, bilmirəm. Amma dedi, yəni insanlar da kim söz atır, heç tanımıram onları. Yəni birinci dəfə, yəni mənə söz atanda tanıyıram ki, kimdir, soruşuram ona, o da deyirdi ki, filan kəs dedim. Nigarı tanıyan bir adam olaraq demək istəyirəm ki, dünyada həqiqətən də sözün ən yaxşı mənasında heç kimi belə, yəni həqiqətən də belə heç kimdən problemi olmayan bir adamdır. Desin, gülsün, əylənsin, özü üçün həyatını yaşasın bir. Həqiqətən də belə bir adamdır da, amma show biznesdasınız, xanım qız. Bu da o deməkdir ki, buranın öz qaydaları var. İndi hamı ekran qarşısında məndən bunu soruşmağımı gözləyir, mən də soruşum. Bu matanı mövzusunu mənə deyin zəhmət olmasa. Çünki mən şəxsən heç nə başa düşmədim. İlk başdan yoxsa son başdan? Sonluqda. Axırıncı bu Yaxşı başladı əslində hər şey. çox yaxşı başladı. başlamışdı Afaqı buradan da. salamlayırıq. Afaqın verilişindən sonra çox yaxşı başladı. Həqiqətən də eksprompt olan şeylər gözəl effekt verir. Hər iki tərəf zamanında. Məsəl üçün sən Samiri tanımadın, Samir sənə söz dedi. Sonra belə mövzu oldu. Eyni efirdə qarşılaşdınız. Gözəl münasibət, dostluq yəni yarandı. Sonra önəmli tədbirlərin birində səhnə aldı səni ilə bir yerdə, o da səndə. Sonra nə oldu? Sonra nə baş? Sonra sürpriz oldu məndə. Sonra əslində hər şey yaxşı gedirdi. Yəni Aha. duet də planlaşdırıldı, amma hal-hazırda duet yəni ləğv olunub. Yəqin ki, inşallah ki, Yəni Samir sizin bəy xəbər- istəyinizlə. Bizim ləğv olundu. tərəfimizdən. Çünki heç kim götürər ki, onun haqqında duet çıxacaq, amma duet çıxacaq qarşı tərəfin özü yox, həyat yoldaşı tərəfdən söhbətin anamın bir sözü var, vacehinə yetməmiş, götürürsən, paylaşım eləyirsən. Bu düzgün yanaşma deyil, yəni peşəkar yanaşma deyil. Və sən bilirsən ki, sən həyat yoldaşınla, yəni onun mahnısını hit eləyən xanımın yeni bir dueti çıxacaq. Sən bunu çox gözəl bilirsən. Ancaq yenə də götürürsən öz şəxsi mövqeyini ortaya qoyursan. Mən demirəm, şəxsi mövqeyini hər kəs ortaya qoya bilər. Samirlə də danışanda Samir dedi ki, mən həyat yoldaşıma qarışa bilmirəm. O mənə deyir ki, mən jurnalistəm, fikrimi deməliyəm. Okey, o fikrini deməli idi. Mən də jurnalist mövqeyimi ortaya qoydum və məsələ bağlandı məncə. Biz çox danışmaq istəmirik bu mövzu barədə. Çünki yetərincə hype vermişik qarşı tərəfə. Bir də bu məsələdən yola çıxaraq hype vermək istəmirik. Yox, mən sənlə Amma məni maraqlandıran bir şeydir. Mənə iradlar gəlir ki, sən niyə
niyə Nigar Camalı müdafiə edirsən? Sadəcə insanların anlamadığı bir şey var ki, biz 6 ildir bir yerdə çalışırıq, bir komandayıq. Təbii ki, mən hər şeyə durub Nigar Camalın reaksiya verməsi, yəni bu peşəkar yanaşma deyil. Mən onun həm mətbuat katibi, həm meneceri olaraq hamıya qarşı durmağa hazıram və bir dost olaraq da hamıya qarşı durmağa hazıram. Çünki bilirəm ki, son ili xatırlayın, çıxıb Nigar Camal kiməsə söz atıb, yəni zarafatca nəsə demiş ola bilər, demirəm. Amma hamı çıxıb niyəsə Nigar Camalı hədəf alır, başlayır ona. Biri deyir, ay repertuarını bəyənmirəm. Biri deyir ki, sənətdən xəbəri yoxdur. Yaxşı, sənətdən xəbəri yoxdursa, sənin ölkənə birincilik gətirib. Kim gətirib? Ondan sonra son MDB oyunları çıxdı. Cənab prezidentin və xanımının qarşısında sənəti yoxdursa bu adam niyə çıxış eləyir? Həm də bağlanışda da olur, açılışda da olur, bağlanışda da olur. Yəni burada elə bir söhbətdir ki, bu böyük dövlətlə bağlı olan oyunlar, orada heç bir tanışlıq keçmir. Orada okey verilir, hə bu adamlar olmalıdırsa olmalıdır. Yəni sadəcə cılızlıqlarını göstərirlər. Mən düzgün saymıram bunu. Əgər bu Instagram sosial şəbəkə üzərindən bu mövzular gedəndə, sən Samirlə telefonda danışdın daha sonra? Əslində atmışam mən bu mövzunu, soruşdum nə baş verir. Samir sadəcə dedi ki, indi oyanıb, xəbəri yoxdur falan. Sadəcə dedim ki, yəni bunu başa düşmədim, niyə belə bir şey? Hə, yəni çalışdı başa salmağa falan, yenə də başa düşmədim. Sonra dedi ki, davam edək bizim duetimizi. Mən də yenə də heç nə demədim, okey dedim, tamam. Amma Pərviz qərara gəldi ki, bu yəni mən icazə vermədim, düzgün olmazdı. Çünki qarşı tərəf deyir ki, bizim hesabımıza pul qazanmışsınız. Hansı pulu qazanmışıq bilinmir. Bizə də və təkrar bu sözlərdən sonra, üstəgəl bu xəbər səhifələrinə düşmüş bir mövzudan sonra bizim duet eləməyimiz düzgün deyə olmaz. Axı sən eləyərdin belə bir şey davam. Yox, yəni məncə eləməzdin. Okey də, çünki yenə qarşı tərəf komanda işidir. Komandanın da yəni bir yerdə qərar verib hər hansısa bir vəziyyətdə bir çıxış yolu tapması bu dünyanın ən normal şeyidir. Təbii ki, bəzi işlərlə də komandanın üzvləri hər kəs öz işini görür. Nigar, sənə elə gəlmirmi ki, bax sən zarafatla dediyin bir çox sözlər sənə daha sonra qalmaqalla geri dönür ha. Sən bir dəfə də öz o mövqeyin, öz çəkinə uyğun olaraq o belə hökümlü cavab versən, bəlkə də sonra heç kim sənə bir dəfə cavab verib də hökümlü o da bütün okey bəs eləyib məncə. Hə, mən düşünürəm ki, mən cavab verməsən daha yaxşı olar. Çünki Pərviz bilir necə mən cavab verirəm. Yəni bu son baş verən mövzuda sən sadəcə olaraq yəni belə incidinmi, xətrinə mi dəydi? Yox, heç nə. Məndə axı belə şey yoxdur. Oturum, yəni düşünüm, xətrimə dəysin, ağlayım ya da necə ola bilər, zəng eləyim ona Pərvizə ki, ay Pərviz belə bir şey. Məndə belə şey yoxdur. Okey, oldu, okey. Məsələ bağlanır, gedir. Yəni bizim üçün problem yoxdur. Biz davam edirik. Yəni qarşı tərəf bizim çox pul qazandığımızı, bizim bu məsələdən yararlandığımızı düşünür. Ona görə də qoy təkrar yararlansınlar bu məsələdən. Biz heç nədən yararlanmayaq. Biz onların karyerasına zərər vurmaq istəmirik. Onu sənə elə deyiblər? Yox, deməyiblər zərər vursan. Sadəcə o deyir ki, bizim sayəmizdə yəni bizim mahnının sayəsində Nigar siz tanındı. pullar qazandınız və Nigar tanındı, belə ifadə eləyir. Biz də istəmədik də onların karyerasına ziyan vuraq. Nigar tanınmasın, qoy elə Samir özü tanısın, həyat yoldaşının və özünün sayəsində. Yaxşı, sir deyilsə duet kimə dəyişdi? Məncə sir qalsın hələ ki. Hələ ki qalsın, onu açıqlayarıq sonra. Açıqlanını bilərsiniz. Çünki çox maraqlı bir əslində müğənnidir, həm də yüksək səviyyədə bir müğənnidir. Bəli. Çox hörmətli bir müğənnidir. Qoy çəkilişlər olsun. Yəni çox yaxşı, yüksək səviyyədə və hörmətli bir müğənnidir. Bunu xahiş edirəm ayıraq. Çox danışdıq ya başqa mövzunu. Doğru et bu çox. Yaxşı, əla gözəl. İnşallah qismət olar. Həmin müğənni ilə gələrlər Nigar xanım. Mütləq də. Yəni o müğənni əslində mən bilirəm, istədim özləri desin, demirlərsə mən də demirəm, amma duet çıxanda inşallah sizi burada gözləyirik. Gələrsiniz. O müğənniyə də zəng vurub deyəndə ki, duet oxuyaq, bir kəlmə dedi baş üstə, hə? Mən demədim heç. Yox, Nigar xanım danışmayıb, mən danışmışam. Mən özü ilə də danışmamışam, onun musiqi meneceri ilə danışmışam. Birlikdə qulaq asdılar, ikisi qərar verdilər, okey verdilər. Yəni hər şey, yəni necə subordinasiya məsələsi var da. İkisi bir qarşı-qarşıya yəni bir görüş oldu. Hələ ki yox, gəlməyiblər. İnşallah ki biz yeni layihə nəzərdə tuturuq. Sadəcə biz bir şey deyəndə baş vermir, gərək onu eləyək, ondan sonra danışaq. Ona görə istəmirik. İnşallah. Əla, gözəl, möhtəşəm. Deməli
qalmaqal istəmirəm deyən adamlar həmişə daha çox onun içində olur. Bax, yaxşı, sən bir dəfə, iki dəfə zarafat eləyirsən, görürsən ki, məsəl üçün də bu sənə böyük bir mövzularla geri dönür. Niyə sonra eləyirsən onu? Biz ağzımızı saxlayamırıq da neyini? İkimiz de eyni xarakterdəyik. Ona görə yaxşı bir-birimizi tapmışıq. Çünki məsələn, ümumiyyətlə mənə nəsə necə deyirlər, gülməli gələndə, ya nəsə məzəli, zarafat kimi, yəni hə, gələndə mən başlayıram Onu dilimə gətirim, onu zarafata çevirməyə. Amma yəni eləmirəm ki, yəni insanı necə deyim? Alçaldım. Hə, yox, ona görə eləmirəm. Sadəcə Özdə elə adamlara söz atır, məsələn, zarafat eləyir ki, sonra fikirləsə ki, bu Austin canına heç vaxt üzbəüz gəlməyəcək. Heç bir səhnədə görüşə bilməzlər. Həqiqətən də bu yaxınlarda çox gözəl bir MDB oyunlar oldu. Nigar, Eldar, siz ikiniz açılışdaydınız, amma bağlanışda Aygün Kazımova, digər bizim Eurovision ulduzlarımız var idi. Çox böyük məsuliyyət idi, çox möhtəşəm bir səhnə idi. Ranarı da buradan salamlayıram, bütün komandanı da salamlayıram. Nətər istər, bilirəm, sən o böyük səhnələri görmüsən, amma hər dəfə səhnə həyəcandır da, yəni həmçinin də. Deyim ki, dəhşət bir həyəcan var idi, yox, amma çox bir iş görmür. Yəni bir neçə gün orada. Birinci dəfə açılışda biz 5 gün hardasa olmuşduq Gəncədə və orada səhnədə yəni hər saniyə hansı kameraya baxmalısan, necə olmalıdır, həm hər şey yəni hesablanmış. Bəli, çox önəmli idi. Eldarla necə? Həmişəki kimi yaxşı. Yəni Yaxşı. bizdə problem yoxdur. Siz Eldarla dalaşsaz da, barışsaz da və s. nə olsa o qədər yaxınsınız ki, küssəz də, barışsaz da bu heç kim hiss eləmir, hə? Yox, hiss eləmirəm. Yəni hər şeyi üzümüzə deyə bilərik, rahat şəkildə isə. Bitir gedir. Hə, bir Eldar yoxdur bu aralar çox müddətdir ki, efirlərdə də görmürəm mən onu. Hə, uzun müddətdir çıxmır efirlərə o da. Yəni Eşqə bilmirəm. Yox, bilmirəm. Eşqə düşüb, məşqə düşüb, onu bilmirik. Məhəbbət. Eşq, sevgi, məhəbbət demişkən, sən bu işlərə baxışın nədir, Nigar? Mən düşünürəm ki, sevgi hər insanın həyatında olmalıdır. Nə bax, necə Malı, yəni? məli olmalıdır, bu vacibdir. Amma varmı? Məndə? Hə. Mən niyə deməli oturub burada? Yəni insanlar dediyi yox, o yəni düz məlumatlar deyil. Amma hə, o qədər bezdim, inanırsınız. Hərəsi girir məsələn mənim səhifəmin altına yəni ağzından gələni yaza bilirəm. Yəni anormal bir şeylər yaza Çox bilirlər. dəxilsiz adamlar barədə yazırlar. Girib yazırlar. Səninlə Yəni sevgilidir güya həmin yox. adamlar. Hə, yəni kimlərdənsə Hə, yazır da, özünüz başa düşürsüz. Hə, yəni o qədər mənasız. Kimsə də götürüb yazıb, "Ay gülür, deməli bu düzdür." Ay kimsə yazır, deməli nə bilim nə düzdür. Xeyr. Yəni düz olsaydı deyərdim əcəb bilirəm. Amma düz deyil axı məlumat. Instagramda adlarını Nigarın səhifəsinin altında qeyd elədiyiniz heç kəslə sevgili deyil də. Yəni bunu rahat deyil. Heç düşünmədim, heç tanış da deyiləm. Yəni Mümkün də məndən nə deyil. istəyirlər? Mən ona görə deyirəm də. Ya mən tanımadığım insanlara baxıram ki, kimsə deyir, çıxır məndən bağlı nəsə deyir. Yəni başa düşə bilmirəm niyə də. Məsələn, mən səni tanıyıram, ya sən məni tanıyırsansa, ya mənim həyatımı bilirsən, nə bir şey. Yəni niyə çıxıb kimsə nəsə deyə bilər? Yəni Məşhurluğun, mən düşünürəm ki, hər kəs ulduzluğun, öz işinə məşğul olsa bomba olar. Gətirdiyi məqamlardır da bunlar. Nigar xanım, bunlar siz axı bunu bilirsiniz ki, artıq 2011-dən Okey, bəri tamam, bütün başqalar ölkəyə olsun. Niyə mənə yapışıblar? nədən əcəba? Ben de bilmiyorum. Hə, Pərviz müəllim. Bəli, buyurun. Nigar Pərviz bəstəkarlığa da, musiqi yazmağa da başlayıb. Xatun oxuyub onun mahnısının birini Nigar oxuyacaq birazdan. Sonra Xalq artistimiz Mehriban Zəki oxuyub Sevinç Çılğının sözlərinə. Birinin sözlərini də özüm yazmışam. Mehin Ümbətova artıq aranjmandadır. Özdə 2 nəfər də aranjmandır. Baxacağıq hansı daha yaxşı alırsa onu götürəcəyik. Para bizdə. Belə planda var. Bir də əslində bir dənə mahnını Röya xanım da götürüb, amma o dəqiq bilmirəm də oxuyacaq ya baxır onun əhvalına görədir. Bir də 3 ildən sonra da konsert havasındadır. Röyan tapana eşq olsun məsələn. O dəyişmək istəyirdi biraz düzü. O da yəqin ki bir 2-3 il çəkər. 2-3 gün də çəkə bilər, 2-3 saat da çəkə bilər, 3 il də çəkə bilər. Onda elədir. İkizlərdir də, mən düşünürəm. Hə də. Sən bilirsən də, hə. Jurnalist, blogger, influencer, prodüser,
təşkilatçı, Prodüser deyiləm, yox, xahiş edirəm. Mən menecerəm. Menecer. Prodüser istehsalçıdır. konseptlərin PR meneceri. Bəli, PR menecer. Ay maşallah. Bir əldə 15 qarpız production. Biz ayrı adam işləyir. Bəlkə istəyirəm bir də şirkət açım. 15 qarpız production. Aç valla aç kimlərsə baxasın, görsün, öyrənsin, ta bilmirəm, amma hər halda bunların hamısı var. Amma gələk sənin əsas peşən jurnalist. Əsas peşəm bəli, jurnalistika ilə məşğulam artıq. Bu yaxınlarda da universitetə qəbul oldum. Hə, bu yaxınlarda universitetə qəbul olmuşam. Nəhayət diplomun yoxdur deyənlərə cavab verdim ki, sən Allah susun şey. Artıq diplomum var, bəsdirin. Yox, hələ diplomum yoxdur, amma diplom almaq üzrə 4 il oxuyacağam inşallah. Yəni jurnalistika məsələsi var, bu yazmaq, eksklüziv xəbər, nə bilim, səndə en qədər eksklüziv xəbərlər var da, hansı ki gündəmə Yazdığım və yazmadıqlarım, bəli. Yazmadıqlarını yazsaydın, yazdıqların yaddan çıxar. O heç. Amma yəni bu eksklüziv xəbər, bunlar hardan alırsınız? Mənbə, öz mənbələrin olur. Mənbələrim var, 2-3 mənbəm var. Hər kateqoriyada sənətçilərin yanında müxtəlif mənbələrim var. Yəni. Bəli, onlardan alıram. Onlar da mənə güvənir, bilir ki, onların adını heç vaxt çəkmirəm. Belə təxribat xarakterli işlər görmürəm daha doğrusu. Pulla xəbər satmısan Pərviz? Yox, heç vaxt. Bütün dünyada belə bir şey var da, jurnalistlər. Hə, pulla xəbər yox, bir dəfə bizim materialı TV8-dən yazdılar mənə. Hansısa materialı idi, yadımdan çıxdı. Bu yaxınlarda biz çəkmişdik. Özcan Dənizin deməli infarkt keçirdəndən sonra Azərbaycana gəlmişdi. Onda biz müsahibə almışdıq ondan. Hə, həmin müsahibənin görüntülərini TV8 istədi. Mən də 1 dəqiqəlik görüntü planı idi. Mən də düzü qiymət dedim onlara ki, $300. Düz getdilər, qayıdıb gəlmədilər. Onlar istəyirdilər ki, pulsuz verək biz onlara. Mən də vermədim. Logosuz istəyirdilər. Mən də özəl materialımı niyə verim ki? Hal-hazırda Olayaz, yəni Türkiyədə, İstanbulda, Antalyada ən çox oxunanlar sırasındadır. Bizim izləyicimizin 47%-i yəni Türkiyədəndir. Hardasa aylıq 35 milyon görüntülənməmiz var Instagramda. Ən məşhur türk səhifələri bizə istinad verirsə, mən məhsulumu niyə pulsuz verim ki, kiməsə? Təbiidir. Yəni biz burada danışırıq, ara-ara görəcəksiniz ki, mən təqdimat etməyə də ehtiyac durmuram. Çünki Nigarın özü mahnılarını, ara-ara mahnılarını da eşidəcəksiniz. Bax Nigar, sənin əlinə bir müğənni olaraq düşən şanslar başqa bir ifaçının əlinə düşsəydi, başqa cür daha belə başqa yararlana bilərdi. Türkiyə show biznesi, Rusiya show biznesi, dünya səhnələri. Sən də o fikirlə razısan ki, Azərbaycanda heç bir müğənni gedib Türkiyədə böyük ulduz ola bilməz? Mən inanmıram. Çünki onlarda show biznesdə ümumiyyətlə onlarda o qədər müğənni var. Bizdən daha çoxdur və ümumiyyətlə mən düşünürəm ki, onlar daha üstünlük verirlər öz müğənnilərə, yəni. Amma Elnur məsəl üçün orada qalib oldu, Elnur orada yetər qədər. Amma fəaliyyətini orada davam etdirmədi. Heç kimin də fəaliyyətini deyə bilərəm ki, davam etmədi də ki. Dediyinə görə imzaladılan müqaviləyə görə oldu şeylər, hər bir şey. Yəni, Azəri qız Günel məsələn var idi falan, amma... Günel də məsəl üçün orada Günel də daha çox buradan pul qazanır. Orada uşaqlıqdan gəldiyi üçün əslində Günelin avantajı daha yüksəkdir. Sadəcə orada həm də hər tərəfli aparmalısan məsələni, mediada gündəmdə olmalısan, ümumiyyətlə biraz tendensiyalara uyğun davranmalısan. Günelin xarakteri elədir ki, o istəmir. Mən keçən dəfə deməli qonaq oldu mənim verilişimdə. Mən ona dedim bu barədə ki, sən türkləşə bilmədin, yəni türkləşmədin. Azərbaycanlığını qoruyub saxlamısan. Sən hələ də gələk dana, gedək dana belə danışırsan. Onlar istəyirlər ki, tam sən onlardan biri olasan. O zaman qəbul eləyirlər səni. Mən belə düşünürəm. Bir də yaxşı əlaqələrin mütləq olmalıdır. Nəzərə alaq ki, Günelin də qarşısına Ebru Gündeş imkan vermədi, Allah qoysa. Yəni Ebru Gündeş və onun rəfiqələri. Ebru Gündeş və onun rəfiqələri. Amma səndə bütün şanslar var idi. X Factor-a qədər. Sən özün istəmədin, nə Nigar deyəsən? Sən özün istəmədin. Yox, biz çalışdıq. Bir layihələr işlədiniz, çalışdıq, bitdi. Yəni başa düşdüm ki, yəni orada biraz çətindir, biraz daha uzun zaman çəkəcək. Dedim ki, yox, sağ olun işte. Siz öpürəm, ucaqlayıram, dedin, getdin. Deməli, dostlar, hörmətli tamaşaçılar, bizim
tərəfdaşlarımız var, xüsusi sponsorumuz. Bunları artıq bütün Azərbaycan tanıyır. Depavit D3 vitaminidir. Bilirsiniz ki, günəş vitamin D-nin təbii mənbəyidir və havalar soyuyanda, günəş daha az olanda bizə D vitamini daha çox lazım olur. Ona görə də D vitamini, vitamin D sümük və oynaq ağrılarını azaldır, immuniteti gücləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır və onun çatışmazlığının bərpasını, artıq çəki ilə mübarizəni də gücləndirir. Hər gün 6-8 damla Depavit günəşi hər birinizə daha yaxın edəcək. Depavit 10 il bizimlə, sizinlə bərabər və illərin güvəni, illərin sığınağı. Depavit qoy hər zaman günəş olsun deyirik və apteklərdən soruşun. Mən uzun illər Depavitlə bir yerdə əməkdaşlıq eləmişəm və yenə də bir yerdə əməkdaşlıq elədiyimizə görə sizə çox şadam və təşəkkür edirəm. Sizə bir D vitamini verim uşaqlar. Sizə D vitamini, ha? Sizə də lazımdır vitamin D. D vitamini, Depavitin D vitamini də bizim qonaqlarımıza Nigar Camal və Pərviz Hüseynə də hədiyyə etdik. Və efirimizin davamında yenə də deyirəm, bugün efirdə mahnı falan elan eləmirəm, biz söhbət eləyirik, ara-ara siz mahnıları onsuz da eşidəcəksiniz o öz yerində. Səni həmişə deyən, gülən, zarafat eləyən, pozitiv olan bir adam olaraq tanıyır da. Bütün Azərbaycan, elə bizim özümüz də belə tanıyırıq. Nigar nədənsə kədərlənir? Kədərlənirəm, amma kədərlənəndə yəni mamamla danışıram daha çox, vaxtımı da onunla çalışıram keçirməyə. Mamamla danışıram, ya papamla bölüşürəm, danışıram falan belə şeylər olur. Amma mən qoymuram ki, yəni necə vaxtımın çoxsu yəni kədərə getsin. Ən axırıncı dəfə nə sən ağladıb? Nəyə görə göz yaşın axıb? Son dəfə ürəkdən ağlamışdım, nə zaman olmuşdu? Bir-iki ay bundan qabaq idi. Nəsə baş vermişdi? Atam xəstə idi, bəzən çətinliklər var idi, yəni çətin idi mənə. Atanın sağlamlığı ilə bağlı olaraq narahat idi. İndi yaxşıdır hər şey. Hər şey əladır. Şükür. Demək ki, yəni həqiqətən də... Bir də pişiyini götürəndə, küçədən götürəndə yəqin onu da ağlayıb, yazığı gəlmişdi. Yox, ağlamamışdı. Ağlamamışdı, hirslənmişdim mən əslində. Əslində Əsəbləşmişdim. Niyə əsəbləşmişdim? Mən baxa gedirdim, çünki orada balaca bir pişiyi qaçırdı bir kişinin dalınca, o götürüb təpik vurub pişiyə. Pişiyi də belə uçub, sonra maşının altına girib. Mən maşını saxladım və belə də götürdüm. İndiyə qədər də sən? Evdə saxlayır bəli. Səhifəmdə də paylaşmışdım onu. Yəni Nigar nə qədər, Nigar və ya belə görsənən bütün insanlar, nəinki xanımlar, bəylər də insanlar da əslində qəlblərində o kövrəklikləri var. Sadəcə olaraq istəmirlər kimlərisə öz problemlərinə yükləsin və insanlara ancaq və ancaq pozitiv. Ümumiyyətlə neqativliyi sevmirəm və neqativlə paylaşmağı sevmirəm. Oturub dərdləşim, danışım, belə dərdim, nə biləm falan və şou yaratmaq bundan da sevmirəm qətiyyən. Mən sevmirəm ki, insanlar məni görsünlər belə kədərli falan. Heç vaxt. Hə, mən sevirəm daha belə gülümsə falan, belə. Fake profilim var? Yox. Mən istəsəm öz profilimdən girib baxaram. Səndə var? Mənim varım da, hə. 1, 4, 5, 6, 7, 8 dənə. Yəni onlarla... Ya zarafat deyəm, 1-2 dənədir deyəsən. 2 dənə səhv baxırsan kimlərə? Hə? Kimə baxırsan? Baxmağını istəmədiyim adamlar olanda ki, istəmirəm onlar görsün ki, mən onu izləmişəm, onda girib baxıram belə. Amma yox, mən rahat şəkildə girib istədim, girdim baxıram. Birdən mənə söz atma ehtimalı olan insanlar olur, onların profillərinə girib baxıram. Deyə bilərəm, ona düşman çoxdur. Mən düşmənim çoxdur, ona görə istəmirəm. Deməzdim düşmən çoxdur. Belə bir söz var, bunu bu yaxınlarda, o günlər biz elə Elvin Elxan ad günündə də bir yerdəydik hamılıqla. Buradan da salamlayıram. Bir daha təbrik edirik Elvini. Xatirəm belə bir sözü var ki, biz bugün gündəmdəyik, biz bugün gözəlik, biz bugün maddi imkanlarımız yaxşıdır, hər bir şey yerindədir. Bizim ətrafımızda çox adam var. Sabahları Allah eləməsin, səsimiz batar, imkanımız olmaz. Mən özü deyir ki, mən fərqindəyəm ki, bu adamların %99-u olmayacaq. Heç olmasınlar da. Mən həmişə deyirəm, mənim yanımda olmaq istəməyən insan olmasın. Nəyimə lazımdır? Təklikdən qorxmursan? Yox, heç qorxmuram. Nigar təklikdən qorxmur. Güclü qadındır da, yəni ona görə də bax tək belə qalası rahatdır. deyiləm, çünki yəni mənim valideynlərim var, uşaqlarım var, bacım var, qardaşım var, yəni belə ailəm böyük bir ailəm var.
Sən bacı qardaş səndən böyükdür elə Nigar yoxsa? Bacım məndən böyükdür, qardaşım məndən balacadır. Ailəlidir hamısı. Belə hamı. Bu arada tədbirlərin birində Nigar qızı ilə gəlmişdi. Pərvizin bizi dəvət elədiyi tədbirdə. Qətiyyən, yəni belə üz olaraq Nigara oxşamır məncə. Yox, xasiyyəti də mənə oxşamır. Tamam başqa bir dünyanın, tamam başqa bir adamdır. Çox qəşəng, çox belə gözəl, Çox sakit. çox sakit, Mədəni, çox belə mədəni, utancaq. sakit bir xanımdır, gənc bir xanımdır. Çox gözəldir. Balaca o böyükdür. sağ ol. Balacanı görməmişəm. O hələ yəqin Londondadır. London, Bakı. Balacanı Pərviz görüb. Hə. Onun biraz o İspan gözəllərinə oxşuyur. O bizim baxdığımız İspan seriallarında belə vəhşi gözəllər olur ha. Onlara oxşuyur. İstər-istəməz. İkisi Jasmine ilə sayda fərqlidir. Jasmine belə çox nazik, nərmə nazik, belə zərif kibar. O birisi elə bilirsən ki, model. sayda baxanda elə bilirsən ki, gəlib bir dənə belə ağzının üstündən çəkəcəksən. Hansı sənə daha çox oxşuyur xasiyyətdə? Baxır nə idi? Məsələn, Nüanslar. zarafat etməyi, sevməyi böyük qızımdır. Belə daha güclü, heç nəyə qorxmayan balaca qızım. Hərəsinə öz yaxşı xüsusiyyətlərindən ötürüb. Mir Yusif ilə duetim var. Eldar öz yerindədir. Eldar, sən həyatına yazılıb. Yadıma sal Nigarın duetləri. Aygün bəylər, Aygün bəylər, Aygün Allah rəhmət bəylər. eləsin. Mir Yusif, Eldar Qasımov, başqa dueti yoxdur məncə. Yoxdur duetim var. Var? Yoxdur məncə. Yox. Bu Raufla duet idi, yoxsa sadəcə klipinə çəkilmişdi? Yəni indi Yox, başqa dördüncüsü də olacaq. Dördüncüsü də olacaq. Bir-birindən fərqli adlardır da bunların hər biri. Yəni sənət yollarıdır. İndi oxuyacağım müğənninin də sənət yolu tam başqadır. Bir-birindən fərqli janrlar, bir-birindən fərqli insanlar, fərqli xarakterlər. Sən duet ortaqlarını seçəndə mi deyim, yəni onunla razılaşdın? Nəyə fikir verirsən? Maraqlı bir müğənni olsun mənim üçün. Məsələn, Mir Yusif çox maraqlı, tam fərqli. Aygün bəylər də fərqli idi. Yəni mənə belə şeylər maraqlıdır. Yəni maraqlı olsun və əlbəttə ki, yüksək səviyyədə olsun. Özünü show biznesdə görürsən? Görür də necə Yox, yəni bu qalmaqal istəmirəm, mənlik deyil, mən ancaq ciddiyə. Çünki show biznesdə olan adam deyilən sözü ciddiyə alır, onu uzadır, ondan reytinq. Yox, Nigar Məndə o kompleksi yoxdur. o yoxdur, yox, rahatdır o barədə. Bir dənə kimsə özü zarafat elədi, keçdi, getdi. Digər problem demirəm həmişə, o heç. Amma bəzən çox vaxt Nigar xanım əylənir açıqlamaları verəndə eləyəndə qarşı tərəf çox ciddiyə alır, onu böyüdür eləyir, nə boyda, niyə də. Amma yəni bir dənə o siz də bilirsiniz, tutarlı cavab vermişdi. Çünki onda artıq lazım idi o cavab vermək. Zarafat ediləcək mövzu deyil deyə. Vəssalam, başqa heç nə. Bütün bəs yaxşı ünsiyyətinin münasibətinin olmayan məşhurlarla, tək müğənnilərdən söhbət getmir. Hamı ilə barışdın? Hə, kimləsə dalaşmışdım. Yox, küsülü qaldığı. Yəni küsülü qaldığın heç kim yoxdur. Yox, heç kim. Yəni Anar Ən Ağaçı sonunda ilə Anar idi, hə. Röya ilə də həmçinin. Hə, yaxşıdır. Yəni görüşürsüz, görüşəndə yəni. Görüşəndə həmişə salamlayırıq, bir-birimizə, yəni hörmətlə yanaşırıq. Baxın gör düzünü de. Bir ara dost münasibətin olan, sonra aran pozulan insanla yenidən münasibətin düzələndə əvvəlki kimi ola bilirsən? Siz necə, məsələn 2017-də də bizdə bir bu söhbət var idi Anarla, Röya ilə, məsələn bundan danışsaq, mən düşünürəm ki, o zaman mən də biraz fərqli idim xasiyyətdə, Röya da biraz fərqli idi. Hamımız, yəni vaxt gedir və biz çox dəyişirik də. Ona görə də yəni bəlkə bu gün məsələn yenidən biz hər zaman bir araya gəlsək, bəlkə yenidən yaxın ola bilərik. Yəni hər şey ola bilər. Çünki vaxt gedir və bəzən insanlar, bilirəm ki, bəzən insanlar dəyişmir, amma çox insanlar yəni dəyişir. Mən əminəm ki, Röya da dəyişib, mən 100% dəyişmişəm və Necə idin, necə olmusan? Bəzən şeyləri daha ciddi qəbul edirdim. Qabaq məsələn kommentləri oxuyanda daha çox hətrəmə dəyirdi. Yenə deyirəm, ildən necə deyirlər? İldən başqa cür gəldi. Daha rahat oluram hər şeydən. Öyrəşmirsən artıq. Hə, alışır hər şeyə. Yəni insanlar dəyişir və ya dəyişmir mövzusu biraz müzakirəlidir, inkişaf eləyə bilərlər.
Mən məsəl üçün 2015-də, 2016, 17-də yazdığım statuslara baxıram, utanıram yerə Məndə də gedirəm eyni ki, şey. niyə Yəni yazır, girib tez oldum, silirəm ay Allah, onu mən ki, də çıxmasın Facebookda- başqalarının Mənə qabağına. Facebook 2010-un, 2009-un, 2012-nin mənim yazdığım statuslarımı qabağıma çıxardanda deyirəm ki, o mən deyiləm. Məndə də eynisi. Mən düşünürəm bəlkə Mən də düşünürəm ki, düşünürəm, bu tez silirəm proqres ki, əslində sonra necəsə olar, bəlkə dövran dönər, harasa bir işə filan düzələrəm. Baxacaqlar ki, bu nədir bu yazıb uşaq var. Ona görə silirəm olar ki, heç kimin arxasından Amma çıxmaz. belə insanlar var ki, deyir ki, bir neçə il bundan qabaq, hardasa bir 7 il bundan qabaq mən belə bir status yazmışam. Girib baxırsan ki, yəni bu insan heç dəyişməyib. Nədir Belə o? adamlar da var. Sən ən çox nəyə görə qınayırlar? Məni ən çox nəyə görə qınayırlar? Məni son zamanlar qınayırlar blogerləri müdafiə elədiyimə görə bəzən. Çünki Çünki sən sən zamanında vaxtında blogerlərə tənqid demədiyin qalmamışdı. Yox, mənim üçün məsələ bilsən, mən kinim o zaman olur ki, mən qarşı tərəfə istədiyim kimi sözümü deyə bilməyəndə o zaman ona qarşı kinim olur. Mən sənə sözümü dedimsə, o artıq bitir gedir mənim üçün də. Məsələni uzatmağı xoşlamıram. Bəzən məsələn kimlənsə mübahisə edəndə belə o mənə zəng edəndə mən o telefonu açmıram. Telefonu açmama səbəbim qarşı tərəfimi saymadığıma görə deyil, əslində saydığıma görədir. Çünki bilirəm ki, eyni anda mən öz fikirlərimə hakim ola bilmərəm, birdən daha artıq söz deyərəm ona. Amma yazanda bunu redaktə edib yazıram və başa düşürəm ki, mən Ümumiyyətlə Pərviz telefona cavab verməyi sevmir. Mən də telefona cavab verib 75 dəfə status yazıb ki, Bilirəm. mənə zəng. Bəli, zəng eləməyin, Hə. xahiş edirəm sizdən, çox xahiş edirəm. Yazın, WhatsApp-a yazın, mən sizə cavab verəcəm və yaxud da səs atın, mən sizə geri dönəcəm. Amma zəng vurmuyor. Zəng vurmayın. Amma məndə də elədir. Yazılır. Məsələn, çox kimi görürsən deyir ki, WhatsApp-da yazdım sənə, ya da zəng elədim, cavab vermədin. Ay, sevmirəm də məndən Bax, asılı məsəl deyil. üçün mən buradan yaxşı fürsət keçirəm, üzr istəyirəm sözünüzü kəsirəm. Deməli, yığıram hansısa müğənniyə, tədbirə görə hansısa müğənnini istəyirlər. Yazıram ona ki, salam, falan vaxtı falan yerdə yarım saatlıq mənə qiymət. Götür məni yığır. Məni yığırsa mən adamı açmıram, həmin müğəndə tədbiri itirir. Mən sizə yazmışamsa, sizin məvacibiniz və yaxud da ki, qanararınız dövlət sirri deyil. Xahiş edirəm, bunu hamı bilir. Mən bilməsəm belə başqası zəng elib, başqa təşkilatçıdan öyrənəcəm. Yəni burada özümüz niyə zəng elib deyirsən ki, dövlət sirrini qorumalıyam mən. Yaz ki, ora yarım saat bu qədərdir. Dünya aşıb daşır. 5 manatdırsa bəlkə səndən soruşur ki, Pərviz sənə lazımdımı? Bunu yazmaq və yaxud da səslə də demək olar. Mən elə olur ki, cavab verə bilmirəm də telefona həqiqətən. Gör nə qədər tədbir etdirmisiniz, hörmətli bəzi müğənnilər. Müğənnilər demişkən, məşhurlar demişkən də, yəni sən Nura ilə də işbirliyin davam eləyir. Yox, davam eləmir, sadəcə dost kimi işləri olanda mən kömək eləyirəm İşin ona. bitib. Yox, çoxdan bitib bizim işbirliyimiz. Oo. Yəni, amma dost kimi mən hər zaman onun yanındayam. Mən ona da demişəm ki, çünki vaxtında zamanında mənim işsiz qaldığım dövrlərdə Nura Suri mərdlik göstərərək həmişə mənim yanımda olub və mən onu heç vaxt itirmərəm. Çünki istəməyib, məni pulsuz, parasız qoymayıb. İndi adam hər kəsin bir dönəmi olur, təbii ki, müəyyən çətin. O çətin dönəmlərdə mənim yanımda olubsa, bundan sonra Nura Suri 100 il də olsa, nəsə desə mən ona kömək eləməyə hazıram. Yəni mən çörəyi itirən oğlan deyiləm. Qoyasım tərifliyim biraz. Dedi Pərviz Hüseyn. Depavit D3 vitamini. Biznesdə vəziyyət bərqərardır. Belə sakitlik də əslində. Hə, var belə o show biznes yox, o shore biznesdə hamı bir-birini qırır, bir-birinin üstə qışqırır, efirə zəng eləyir, birinin ürəyi gedir, biri nə bilim, biri çay içəndə üstünə tökür. Nəysə belə hadisələr baş verir. Ola bəli. Nə geyimlər? Qəribə geyimlər və qəribə rəqslər. Qəribə geyimlər və qəribə rəqslər. Bəli. Səhər verilişlərini çox ciddiyə alıb belə kraliçalar kimi çıxmaq, bərbəzək, qarqaşlı paltarlar. Sən onları niyə qınayırsan? Başqa yerə olmur da. Yəni getdiyi 1-2 dənə yer var. Orada ən maksimum bəzəkli. VIP saydığı yerlər, high level orada onlar üçün. Ya maksimum bəzəkli mən neyniyim? Mən bir də 2 dənə gedəsi yerim varsa ən yaxşı o da geyinir. Axşam verilişləri başa düşüləndə, amma səhər verilişlərinə niyə belə qırğı-qızıllı qatırlar? Hələ onları qoydum bir kənara. Aparıcılar elə geyinirik. Belə düzdür, indi biraz azalıb son zamanlar, amma yəni bu qırğı-qızıllı niyə çıxırsa zəfərə başınıza dönüm, səhər efiridir, rahat olun. Demirəm ki, pijamada gəlin, amma sadə kostyumlar, nə bilim şalvarlar, pencəklər, belə şeylər var. Özü də veriliş aparmağa başlayandan sonra, yəqin ki, başa düşürsən də qonaq çağırmaq. Yox, qonaq çağırmaq çox çətin məsələdir. Mən gündəlik efir aparan insanları qınamıram əslində. Çünki Azərbaycan show biznesi də balacadır və
tamaşaçının güya istədiyi müğənnilərin sayı da azdır, sənətçilərin sayı da azdır. Amma reytinqlərə baxanda görürsən ki, bunların istədiyi tamam başqa elə müğənnilərdir. Ona görə məcburdular gündəlik veriliş aparıcılar fərqli qonaqlar çağırsınlar. Mən o barədə heç kimi qınamıram. Mən həftədə bir dəfədir məndə. Mən belə çətinlik çəkirəm ki, görəsən kimi çağırım, görəsən. Nigar, belə bir bax show biznes sən heç kimə, yəni hamıya zarafatla yanaşırsan və s. və ilaxır. Onları bildik. Amma bu reallıqdır ki, ölkədə ad olaraq birinci sırada dayanan ifaçılar var. Sənə bu nə dərəcədə maraqlıdır, önəmlidir bilmirəm. Yəqin deyəcəksən, yox. Amma sən də o sıradasan. Yəni bu faktdır da, yəni indi Nigar nə qədər deyər, gülər, bu Nigar üçün çox normal bir şeydir, belə olmalıdır. Amma bu faktdır ki, dünya televiziyaları gələndə bura, xarici ölkələr, Londondan olsun, Xarici ölkələrdən falan bizi çağırırlar da Eldarla həmişə. Müsahibə alırlar. Nə bilim, önəmli istər ölkə daxilində, istər ölkə xaricində yenə də Nigardır. Səninlə sırf bax, sənin ətrafında olub, sənin var olduğun tədbirlərdə iştirak eləmək üçün münasibət qurmağa çalışan məşhur olub ki, Nigarla yaxın olum, Nigar məni bu tədbirə məsləhət görsün, bu tədbirə salsın, show biznes dili ilə. Mən düşünməmişəm, heç bilmirəm, heç düşünməmişəm bu barədə. Yox, məncə olmuyor. Olmuyor. Olsa belə artıq o Nigar xanımın xüsusi pərdələri var da, o azdraman pərdələri var, bağlanır, içəri heç kim daxil olmur. Ona görə Dünyam var ümumiyyətlə. Ona görə kimsə danışa bilər, şey eləyə bilər, yəni nəsə deməyə çalışar, amma yəqin ki, o ciddiyə almadığına görə heç fikir də vermir. Məsələ budur. Buradan ibarət. Xasiyyətin əslində çox çətindir sənin, elə Nigar? O düşünmür ki, bu belədir. Heç düşünmürəm ki, xasiyyətim çətindir. Sadəcə yəni öz həyatımı yaşayıram da. Mənim üçün ən önəmlisi mənim valideynlərim, uşaqlarımdır və yəni mənim şəxsi həyatımdır. Belə başqa insanların yəni şəxsi həyatı ya nə isə falan mənə maraqlı deyil. O məsələn kimisə başlayırlar. Çox yaxın dostunun. Çox yaxın dostum görsə ki, məndə məsələn çox yaxın dostlarımın məsələn ən yaxınsan görəndə ki, pisdilər, yəni əlbəttə ki, yəni dəstəkləməyə çalışıram. Da belədir. Başqa nə olmalı idi? Başqa nə etməliyəm ki? Başqa nə etməliyəm? Yox, bir şey xoşuma gəlir ki, Nigar xanım indi burada yoxdur. Burada deyə təriflən. Burada yoxdur nə idi? Burdadır deyə. Burdadır deyə tərifləmirəm. Özü necə ki, şəxsi həyatına toxunulmasını istəmir və yaxud da ki, ailəsi haqqında danışmağı xoşlamır. Eyni zamanda qarşı tərəfə də bu hörməti bəsləyir. Durub səndən artıq heç nə soruşmur. Sən istədiyin qədər açıla bilərsən ona, o da sən. Yəni istəsən danışa bilərsən, istəməsən mən soruşmayacağam. Çünki bu sənin seçimindir, bu sənin həyatındır. Mən belə düşünürəm və yəni insan öz yəni seçimi eləyir, necə istəyir, belə də yaşır, qoy yaşasın yəni. Və oturum ağınıyım ki, buna baxsan, nə bilim nə yoxdur. Yox, onu bilirəm, amma mən Nigarın bayaq verdiyi cavabda ki, pis olanda anamla, atamla, bacımla, qardaşımla danışıram. Bu demək ki, Nigar yəni yaxın kimsə ona nəsə danışa bilər, amma o özü ata, ana, bacı, qardaş bunlarla bölüşür adətən. Nə gözəl, nə əla, nə möhtəşəm. Yəni Nigar mahnılarının axırıncı mahnısında birazdan eşidəcəyik, həzin bir mahnı olmalıdır. Nigarın özünə məxsus yolu var, özünə məxsus repertuarı var. Onu sevərsiniz, sevmərsiniz, o ayrı bir mövzudur. Amma fakt olaraq bu Nigar Camal bizim ölkəmizdə və bizim ölkəmizin adının dünyanın bir çox böyük səhnələrində, digər dövlətlərdə tanıdılmasında xüsusi əvəz olunmaz bir rolu var. Bunu da heç kim dana bilməz ki, Nigar bunu edir. Məncə də. Və mən həqiqətən də Pərviz də bilir, özünə də demişəm. Mən bu qızın xətrini çox istəyirəm. Çünki insana hər zaman pozitiv enerji yükləyir. Sən bilə bilmərsən onun nə, necə, nətəri. Sənə gələndə pozitivdir və ətrafa elədiyi, sərgilədiyi münasibət mənim çox xoşuma gəlir. Nə yalan deyib. Çox xoşuma gəlir. Ətrafa qarşı duruşu mənim çox xoşuma gəlir.
Pərviz müəllim də ki, yəni bilirsiniz də 5 barmaqda 15 istedadı olan. 15 qarpız birərdə. Amma qarpız 15 də tuta bilir. Cəmaət birini tuta bilmir. Məsələ o deyil. 15-ini də Studiyaya tutursansa qarpız gəlsin. hə, yaxşı bir də gördün gəlir. Bunu yaxşı eləyə biləsən, peşəkar Çox sağ ol, eləyə təşəkkür biləsən. edirəm. Özü özünü yaradan və özü özünü ancaq və ancaq inkişaf elətdirə bilən insanlar hər zaman uğur əldə eləməyə məhkumdur. Ona görə də onlardan da biri bax Pərviz. Çox sağ ol, təşəkkür edirəm. Sənin də Neyse, dəstəyin proqramın də sona olmaz. çatır. Sağ olun. Amma Yenə mən görüşlərə Depavitə də- bir daha təşəkkür Bəli, bəli. eləmək istəyirəm. Çünki bir daha da söyləyim ki, indi bəlkə bizə sonunda qoşulanlar var. Təşəkkür edirik Depavit D vitaminlərinə. Günəş vitamin D mənbəyidir, amma havalar soyuq olduğuna görə sümük və oynaq ağrıları arta bilər və Depavit D3 vitaminlərdən istifadə edin. Orqanizmi, immuniteti gücləndirir və infeksiyalara qarşı qoruyur. Vitamin D çatışmazlığını aradan qaldırır və çəki problemində də sizə kömək edir. Gündə 6-8 damla istifadə edə bilərsiniz. 10 il biz bir yerdə bərabərik. İllərin güvəni və illərin sınağıdır Depavit D3 vitamini. Depavit D3 qoy hər zaman günəş olsun. Elə sağlamlığınızda da günəş olsun, həyatınızda da günəş olsun. Çox sağ olun. Adoslar, təşəkkür edirik sizə. Biz təşəkkür edirik. Digər buradan çıxıb gəlib yatacaq. Yeni sezonda sənə uğurlar arzu edirəm. Reytinqin bol olsun, verilişlərin səs-küylü olsun. Amin. O mütləq olacaq. Narahat olma. Bu proqramdan sonra bir dənə də qalmaqal çıxacaq. Digər hər dəfə Məsələn. mənim verilişimə gələndə verirdi və mən nə vaxt buraya gəlirəm, hər dəfə bir qalmaqal çıxır. Səhər bütün saytlar məndən yazır. Və Nigar Camalın hansı ilə sağollaşırıq. Bir daha çox sağ olun. Özünüzə Hansı yaxşı vaxt baxın. gələcək? Çox peşmanam. Bəli, həzin. Belə burada bir dumanlar Çox falan olacaq. peşmanam. Hər dəfə də mənim bu sözü deyib bu mahnını oxuyur. Gələn həftə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Gözünüz bizdə olsun. Keş görmezdim, sevdiğimi de demezdim. Sana göre silmezdim, bir kelime de dinmezdim. Git diyen de kalmazdım, seni yeniden aramazdım. Açık yarama tuz bastım, keş seni hiç tanımazdım. Çok pişmanım, çok pişmanım. Çok pişmanım, çok pişmanım. Ne desem de faydası yok. Olan olup biten bitip Eşkin gaydası yok. Qatar gidip giden gidip Git diyen de kalmazdım, seni yeniden aramazdım. Açık yarama tuz bastım, kaş seni hiç tanımazdım. Çok pişmanım, çok pişmanım. 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 Çok pişmanım. Xüsusi sponsor Depavit D3 vitamini.